Salam ərz eləyəm əziz dostlara. Çox müxtəsər halətində müfid bir video tutacağım. Bəzi məhvətələrdə bir töhmə təpəyi müşahidə edirik ki, qırağında bir qədimi ağac ya qədimi bu təkilibdir. Bu cür təpələr bir məqamlı və mənzilətli adamın qəbrini göstərirlər. Təpənin uca olmağı şəxsin məqamın yuxarılığını göstərir və ağac da beyanmanə yad budə o şəxs əkiləymiş. Bu növ qəbrilər həm İslamdan qabaq var imişlər və həm dövrən-i İslamidə bu səbkidə tədfindən istifadə edilmişlər. Mütməyinnən o təpə və qəbri ki dövrən-i İslamiyə mərbutdur, o qəbrin içində əmbal olmayacaq. Bəli, o qəbri ki dövrən-i qəbl az İslama mərbutdur, imkanı çoxdur ki qəbrin içində əmbal da ola. Bir dənə təpə varımızdır və təpənin qırağında bir dənə qədimi buğda varımızdır. Bu buğda ağacımız bir yemişən ağacıdır. Əgər otlansa da, qurusa da, yenə də dubarədən rişəsindən cəvanə vurək və yenə də ağaca təbdil olay. Ağac, tökülmə təpə. Bir dənə mühüm nöqtə ki vardı. Odur ki, bu cür tədfinlərin ətrafında bəzən dəfinəmiz də olay. Əgər tədfinimiz İslami olsa, bu cür şəraitdə bir dənə pir ya girami adamın qəbrinə mərbutdur ki, bəzən bu cür şəxsiyyətə mərdum bir sürə əmbal, sikkə və hədaya pişkəş eləymişlər. Bu növ əmbal və hədaya çoxdər təpənin qiblə tərəfində bastırılıymış. Vəli əgər qəbrimiz gör qəbri olsa, Allahi cəhətləri bərrəsi eləyiz. Təpənin təqribən 15 qədəmliyində şimala sarı, yəni şimali təppiyə sarı bir nöqtə varımızdır. Baxız, bir bərzusta yer, qurulma daşları müşahidə eləyiz. Bu gözəlliyə, bu daşlar qurulma daşdılar. Bir hədəfin olduğunu göstərirlər. Bu nöqtə behtərin nöqtədir ki, bir zaman burada dəfinə gizlədələr. Ətrafda heç quna sənsin yoxdur. Çün əkərli yerdilər. Vəli bu nöqtədə qurulma daşları müşahidə ediyor. Bu da behtərin mövridiydi ki, xidmət üzə göstərə bildim. Ya haqq.